Salam, hörmətli izləyicilər. Ənənəvi qonağımız politoloq Nəsimi Məmmədli ilə bugün müzakirə aparacağıq. Nəsim bəy, xoş gördük. Hoş gördük Sərvat bəy. Mən də sizi və bizim daimi və dəyərli izləyicilərimizi salamlayıram və ümid edirəm ki, bugün maraqlı bir müzakirəmiz olacaq. Təşəkkür edirəm Nəsim bəy, minnətdaram. Nəsim bəy, İran ərazisində İranla Amerika, İsrailin müharibəsi davam edir faktiki olaraq və bu müharibənin arxasında dayanan bəzi qüvvələr də var. Məsəl üçün Çin faktoru var, Rusiya faktoru var. Dünən Putinin maraqlı bir açıqlaması oldu və Putin bildirdi ki, biz bunu onsuz da çox müzakirə eləmişdik. Çox qütblü bir dünyaya gedirik və bu çox qütblü dünyada heç kim söz sahibi olmayacaq. Hətta böyük iqtisadiyyatı olan Hindistan və Çin nə qədər də iqtisadi cəhətdən güclü olsalar da, onlar belə əsas diktə edəcək tərəf olmayacaq. Yəni bu çox qütblü dünyada heç kim diktə edəcək tərəf olmayacaq. Sualım nədən ibarətdir? Sanki böyük dövlətlər özləri üçün məsələləri həll edirlər və ya müəyyən mənada öz aralarında məsələləri həll edirlər. Amma bir kiçik dövlətlər də var. Misal üçün Cənubi Qafqaz və Cənubi Qafqaz ölkələri var. Üç ölkə, Gürcüstan, Azərbaycan və Ermənistan var. Və bu üç ölkə çox ağır bir regionda yerləşir və ən təhlükəlisi də Azərbaycanın həm İranla, həm Rusiya ilə sərhəddi var. Bütün biz bunların hamısına baxdıqda Ermənistanın məlum Rusiya səfəri oldu, Rubio'nun Gürcüstana bir zəngi oldu, Azərbaycan prezidentinin bir Gürcüstana səfəri baş verdi. Bütün biz bunlara baxdıqda bir Cənubi Qafqazda da bir hərəkətliliyin şahidi oluruq. Rusiya tərəfdən Qarabağla bağlı yenidən müxtəlif fikirlər səsləndirildi. Azərbaycan Xarici İşlər Nazirliyi buna bir bəyanat verdi, cavab verdi bu məsələlərlə bağlı. Bütün biz buna baxanda əslində Cənubi Qafqazla bağlı da və təkcə Cənubi Qafqaz yox, ümumiyyətlə kiçik dövlətlərlə bağlı da çox ciddi problemlərin olacağının ən azından bir müşahidə etmək mümkündür. Siz necə görürsünüz? Ümumiyyətlə Cənubi Qafqazın taleyi bu müharibələr fonunda, Azərbaycanın taleyi, ümumiyyətlə bu regionla bağlı Amerikanın mövqeyi nə ola bilər? Avropa İttifaqı, Rusiya, yəni çox ağır bir vəziyyətdə olduğunu şəxsən mən düşünürəm. Siz necə görürsünüz? Sərvat bəy, əslində çox geniş və çox düşündürücü bir izah verdiniz. Sualdan çox sizin əslində verdiyiniz o şərh ki oldu, həm Putinin mövqeyi ilə bağlı, həm bizim regionla bağlı, həm qlobal proseslərlə bağlı. Kısaca buna fikrimi bildirim, yəni bir neçə cümləlik tezislərlə, ondan sonra birbaşa sual ətrafında, yəni Cənubi Qafqaz ətrafında danışarıq və ola bilər nəyisə unutsam, təkrar yəni suallarınızla xatırladın ki, o mövzulara bir daha içərliyinə daxil olaq. Əslində bizim üçün, mən bizim deyəndə sənlə özümü nəzərdə tuturam. Bizim üçün gözlənilməz deyil, dünyanın çox qütblü istiqamətə doğru gedişi ilə bağlı. Biz ilk yayımımızdan bu barədə sizlə müzakirəmiz olub və doğrudan da hələ də o qənaət möhkəmlənərək gedir ki, dünya bir neçə formatları sınaqdan keçirib. İstər Millətlər Liqası olsun, istər indi hazırda mövcud olan Birləşmiş Millətlər Təşkilatı olsun. Amma qlobal böhran, beynəlxalq münasibətlərdəki nizam heç də hamar olmuyor. Yəni bütün nizamlamalardan sonra ya bir dünya müharibəsi başlayır, yaxud da ki elə bir regional qarşıdurmalar, elə bir ziddiyyətlər olub ki, o həm qlobal iqtisadiyyata ciddi təsir göstərib, həm humanitar fəlakət yaşada bilibdir. Eyni zamanda belə deyək də sürətli silahlanma yarışı davam edib. Yəni, insanlar normal, yəni hər kəsin bu bəşəriyyətdə yaşaması üçün lazım olan resurslara çatması sanki süni əllərlə əngəllənibdir. Yəni insan nə qədər inkişaf etsə, texnologiya nə qədər inkişaf etsə də, o münasibətlər sistemi sanki qalıb 50 il, bəlkə 100 il əvvəlki münasibətlər sistemində. İndi texnoloji inkişaf o qədər böyük sürət götürür ki, həqiqətən insan düşüncəsi, insan zəkası bir çox hallarda o texnoloji sıçrayışlarla, necə deyim, yəni ənənəvi belə insan kütləsi ayaqlaşa bilmir.
çok böyük bir hərəkət götürübdür. Və özlüyündə texnologiyanın inkişafı yeni insan yaradır. Yəni yeni insan o demək deyil ki, insanın qulağı dəyişir, buruncu dəyişir, sifəti dəyişir. Yox. Yeni təfəkkür doğurur. Yeni yanaşmalar sistemi ortaya çıxır. Və bu baxımdan dünyada elə bir nizamın olması zərurəti var ki, doğrudan o dünyada mövcud olan resurslarla bağlı, bütövlükdə dünyada olan insanların mənəvi baxımdan, fiziki baxımdan bunların tələbatlarına cavab verə bilsin. Yəni, belə götürəndə, məsələn, dövlətlər özünün qlobal təhlükəsizliyi ilə bağlı, regional hansısa təhlükəsizliyi ilə bağlı addımlar atır, müəyyən layihələr həyata keçirir, rifahı ilə bağlı. Amma daha bəlkə də yaxşı, mükəmməl mexanizmlər tətbiq etmək olar. Mən indi onun təfərrüatına varmaq istəmirəm, amma əlbəttə, mənim də beynimdə bununla bağlı müəyyən fikirlər var. Dünya, zaten dünyadakı gərginlik böyük güclər arasındadır. Yəni, hər zaman, mesela SSR Amerika Birləşmiş Ştatları arasında oldu. Ondan əvvəl Avropa nəhəngləri, Rusiya, Çar Rusiyası olsun, Osmanlı İmperiyası olsun, bunlar arasında oldu. Yəni, kiçik dövlətlər zaten bunlar, o böyük dövlətlərin bəzi hallarında nüfuz dairəsində, bəzi hallarında isə onların sanki elə müstəmləkəsində olan dövlətlər kimi qalır. Bir çox hallarda istismar olunur, bəzi hallarda, məsələn, fürsətlər tapıb kimsə, hardasa nəsə öz xalqı üçün, öz vətəndaşı üçün müsbət addımlar ata bilir. Amma ümumən götürəndə qlobal nizamda əsas rol böyük dövlətlərindir. Bu baxımdan belə deyək də, böyük dövlətlərin yaradacağı nizamda əgər özlərinin birbaşa, yəni maraq kontekstində birbaşa maraqlarının, necə deyək, tam şəkildə etibar etməyəcəksə, qorunmayacaqsa, o da özünü doğrultmayacaq. Yəni, dünya çox qütblü nizama doğru gedir. Mən də o qənaətliyəm. Belə bir fikir var idi ki, qlobal strateji sabitlik üçün əsas qarant nüvə silahıdır. Xüsusilə Rusiya bunu elan edirdi. Amerika Birləşmiş Ştatlarının bundan öncəki administrasiyası deyirdi ki, qlobal strateji sabitliyin qarantiyası demokratiya və insan haqlarıdır. Yəni, bu daha çox belə nəzəri baxımdan cəlb edicidir. Həqiqətən də insanların özünün seçəcəyi, özünün formalaşdıracağı hakimiyyətlər ona hesabatlı olur. Biz dünyada bu nümunələri görürük. Dünyadakı münaqişələrin bir tərəfində dayanan mütləq mənada demokratiya və insan hüquqlarına məhəl qoymayan rejimlərdir, hakimiyyətlərdir. Yəni, bunu diqqətdən qaçırmaq olmaz ki, o dəyərlər sisteminə baxanda, məsələn, biri var güc üzərində, ki, mənim nüvə silahım var. Bunda beləsinə ki, elə dünyanın belə aparıcı təsir gücü olsun Şimali Koreyanın əlində. Yəni, bunun əlində var, təhdid də edir. Yəni, rahatlıqla cəmiyyəti sıxıb tam şəkildə, cəmiyyət də ondan həmrəydir. Belə yəni ola bilməz. O güc üzərində qurularaq bu proses aparıla bilməz. Demokratiya, insan hüquqları məsələsi, bu biraz savadlılıq, yüksək şuur məsələsidir. Bu, istər hakimiyyətlərin, istər müxalifətlərin, istər də ki, bütövlükdə cəmiyyətin yüksək şuurunun məhsuludur. Yəni, o yüksək şuur yoxdursa, demokratiyaya tam, yəni insan hüquqlarına əməl edilməsi, demokratiyaya tam sadiqlik, bunlar özünü göstərmir. Yəni, kimin harda əlinə azacıq fürsət düşürsə, onu mənimsəyir. Orada çalışır ki, öz marağına doğru geçsin. O baxımdan əlbəttə, o mərhələ biraz ağırlı mərhələdir. Deyək ki, o biraz uzun mərhələdir. Əgər iqtisadi güclə götürülərsə dünyadakı nizam, ki, mənim demografik üstünlüyüm var, əhalim böyükdür, yaxud ərazim böyükdür, iqtisadi gücüm hər kəsdən üstündür, dünyada ona görə mən bu işləri aparmalıyam. Əslində elə ziddiyyətləri doğuran, mövcud gərginliklərin səbəbi də budur da. Səbəbi budur ki, biri deyir, iqtisadi baxımdan mən güclüyəm, hər şey mənim nəzarətimdə olmalıdır. Bir başqası deyir, hərbi güc də məndədir, ən böyük güc məndə olmalıdır. Və bu, belə deyək də, ölkə dünyadakı ziddiyyətləri bu doğurur. Gərginliklərin əsas açarı budur. O baxımdan
dünyadaki ziddiyyətlərin və gərginliyin bir vektorunda oturan Rusiya və onun dövlət başçısının belə bəyanat verməsi qulağa yaxşı, xoş gəlir. Düşünürsən ki, doğrudan da bu yaxşı bir fikirdir. Amma gerçək iradə baxımından bunu edərmi? Və bununla bağlı nə qədər o doğrudan da dünyada yeni bir nizamın qurulması və orada Rusiyanın da onlarla dövlətlərdən biri olmasına əməl edəcək. O normalara qeyd-şərtsiz tabi olacaq. Bu nə dərəcə inandırıcıdır? Əlbəttə bu inandırıcı deyil təbii ki. Çünki özü bu addımları atır, beynəlxalq hüququ heçə sayaraq işğal həyata keçirir. Bugün də öz qonşularına qarşı münasibətdə aqressiya davam etdirir. Yəni mən o qlobal nizam və sizin dediyiniz fikirlərdə bir daha ona vurğu salmaq istəyirəm. Mən də bu gün əlbəttə mövzumuz o deyil. Bəlkə o mövzumuz olsa onun içərliyi ilə bağlı daha dərindən təhlil aparardıq. Amma dünyanın iki qütbünün pozulması ilə yaranmış tək qütblü dünya nizamı da böhrana səbəb oldu. Artıq dünya üzərində ABŞ-ın bir jandarm rolu, hətta Amerika Birləşmiş Ştatlarının özü tərəfindən belə artıq qəbul edilmir. Onlar belə bunun nə qədər onlar üçün və bəşəriyyət üçün zərər verdiyinin fərqindədir. Deməli, yeni metod sınaqdan keçməlidir. Deməli, iki qütblü və tək qütblü nizamın artıq alternativi, üçüncüsü bu çox qütblüdür. Burada necə, bu qütblər necə qurulacaq? Sac ayağı üç ayaq üzərində mi olacaq? 5 mi olacaq və daha çox mu olacaq? İndi və hansı formatda olacaqdır? Bu indi demək əlbəttə biraz çətindir, amma proses ona doğru gedəcək. Yəni bu həm texnologiyanın inkişafı bunu tələb edir, həm dediyim kimi artıq dünyada rəqəmsallaşmış bir dünya var. Yəni bu diqqətdən qaçmamalıdır. Yəni bir anda bir kiber müdaxilə cəmiyyətləri tam sıfır vəziyyətə gətirir. Baxın, biz özümüz indi artıq evdən çıxıb şəhərin istənilən bir yerinə gedəndə rəqəmsal kommunikasiyalar olmasa çətinlik çəkirik. Amma bir 10 il sonra bu ümumiyyətlə artıq mümkünsüz olacaqdır. Yəni sən istifadə etdiyin bank kartlarından tutmuş, nə bilim, ictimai nəqliyyatda istifadə etdiyin elektron kartlar, cibinə pul qoymadan rahatlıqla gəzə bilirsən də hər tərəfdə. Cibində pulun olmadan istədiyin restoranda da gedib oturub yeyib içə bilirsən, istənilən bir yer. Yəni bu artıq bir 10 il bundan əvvəl, 15 il bundan əvvəl bunu kimə desəydin, deyərdi ki, bəlkə də bunların biraz başına hava gəlir. Yəni, amma bir 10 il sonra, Səxavət bəy, indi yeni texnologiyalar, yeni kəşflər onu göstərir ki, biz bugün danışdıqlarımızın çoxu köhnələcək. Və buna dövlətlərin ayaqlaşması, cəmiyyətlərin ayaqlaşması zərurəti yaranacaq. Nəysə, bunlar bir tərəfdən. Cənubi Qafqazda təhlükəsizlik məsələsi, mən deyərdim ki, heç müstəqillik əldə edildikdən bugünə qədər ortadan qalxmır. Həmişə bu təhlükə var. Bəzi hallarda bu aşağı enib, bəzi hallarda yüksəlib, bəzi hallarda sabit qalıb. İndi hazırda belə deyək, 2020-ci ilin müharibəsindən sonra, Ermənistan-Azərbaycan arasındakı müharibədən sonra Cənubi Qafqazda yeni bir reallıq yarattı Azərbaycan. Və bu reallıq kontekstində demək olar ki, bir 5 ildir ki, sabit proseslər davam edir. Bəlkə 5 il demək biraz doğru olmaz. Xüsusən məsələn 2023-cü ildən sonra bir 2-3 ildir ki, bu tendensiya daha dinamik şəkildə inkişaf edir. Xüsusilə Vaşinqtonda sülh sazişi paraflandıqdan sonra 2025-ci ilin avqustun 8-də. Bundan sonraki dönəm demək olar ki, Cənubi Qafqazda sülhə olan inamı daha da artırır. Buradan keçən istər regional, istər qlobal layihələrə maraq artıb, investisiya mühiti yaradılması üçün müəyyən təşəbbüslər var. Regional kommunikasiya və əməkdaşlıq istiqamətində müəyyən cəhdlər var. Və bunlar əlbəttə çox müsbət haldır. Amma qalıcıdırmı? Qalıcıdırmı? Bax, bu sualın cavabı hələ açıqdır. Niyə görə açıqdır? Bunu da qeyd edək ki, bizim çox haqlı qeyd elədin ki, iki qrup qonşumuz var Cənubi Qafqazın. Biri Rusiya, biri İran. Bu hər ikisi çox böyük bir müharibəyə giriblər.
və bu müharibə miqyasına görə o qədər böyük müharibədir ki, bu bir anda Cənubi Qafqazı belə ala bilər öz ağuşuna, bir anda. Nəinki Cənubi Qafqazı, Şərq Avropanı da, bu elə belə götürsək, məsələn, Orta Şərqi də, yəni məsələyə belə qıraqdan sadə baxmaq olar. Amma bunun, bu qığılcımın yayılması, sıçraması, böyük müharibələr, zaten böyük müharibə gedir. Mən bunu 3-cü Dünya müharibəsi ilə eyniləşdirirəm. Yəni bu bir mənalı şəkildə mənim gəldiyim qənaətdir. Amma daha da böyüməsi ehtimalı var ortada. Ona görə təhdidlər getdikcə artır. Rusiya özünün qonşuları ilə münasibətdə, indi başı nə qədər Avropada qarışsa da, özünün qonşuları ilə münasibətdə ənənəvi iddiasından geri addım atmır. Bu çox açıq şəkildə Nikol Paşinyanla Putin arasında görüşdə də özünü göstərdi. Eyni zamanda Gürcüstanın özünün həm Osetiya, həm Cənubi Osetiya, daha doğrusu həm Abxaziya bununla bağlı problemlər açıqdır. Yəni bu təhdid var. Gürcüstan bugün nə qədər Rusiyaya yaxın bir hakimiyyət olsa da, amma diplomatik münasibətlər yoxdur. Rusiyanın təməl maraqları ilə bağlı təhdid yarandığı an, Rusiya Cənubi Qafqazda, xüsusilə Gürcüstanda yenidən özünün o təhlükəsizlik qayğıları adı altında müdaxiləsini həyata keçirə bilər. Ukraynaya nisbətdə Rusiya zəifdir. Daha doğrusu belə deyək də, Ukrayna ilə münasibətdə bizim belə baxsaq, yəni Rusiyanın qalib gəlməməsini anlamaq olar. Amma Cənubi Qafqazla bağlı vəziyyət bir qədər fərqlidir. Rusiya Cənubi Qafqazda əgər doğrudan da təhlükə yaratmağa çalışsa, burada çəkindirici faktor kimi çıxacaq ortaya. Mən nəyə görə bunu deyirəm? Bəzən bizim təhlilçilər var, belə çox maksimalist yanaşırlar ki, Rusiya bitib, qutarıbdır, ölüb gedib. Yəni mən o cür yanaşmanın tərəfdarı deyiləm. Yəni Rusiyanı nə kiçiltmək doğru deyil, nə də şişirtmək doğru deyil. Real baxmaq lazımdır. Bu böyük dövlətdir. Dünyanın ən böyük dövlətidir ərazisinə görə. Əlində nüvə silahı var. Eyni zamanda 4 ildən artıqdır ki, Ukraynada apardığı müharibə də göstərir ki, Rusiya cəmiyyətinin də bu müharibəyə münasibəti heç də hakimiyyətindən fərqlənmir. Yəni cəmiyyət bu məsələyə etiraz bilsə belə o qədər kiçik etirazlar olur ki, hansı ki gözlənilirdi ki, bəlkə milyonlarla insan buna etiraz etsin ki, öz Slavyan qardaşlarımızla biz müharibəyə girməyək. İndi o ki qaldı gəlsin Cənubi Qafqazda hansısa bir əməliyyat keçirsin, Rus xalqı bunu bir mənalı dəstəkləyəcək. Yəni bu artıq görünən bir faktordur. İndi Cənubi Qafqazdakı təhdidlərlə bağlı Amerika Birləşmiş Ştatlarının da sanki daha aktiv bir diplomatik fazaya keçdiyini müşahidə edirik. Dolayısıyla bu nə də özünü göstərir? ABŞ-ın vitse-prezidenti Vance fevral ayının 9-10-unda Ermənistana, o 11-ində isə Azərbaycana gəldi. Görüşdə müzakirə edilən məsələlər faktiki olaraq həm regional əməkdaşlıq, həm regional təhlükəsizlik, kommunikasiyalar, burada iqtisadi maraqlar, sərmayə mühiti ilə bağlı. Yəni belə götürsək, Cənubi Qafqazda iki bir-biri ilə müharibə aparan dövlətdə sanki yeni bir münasibətlər üçün yeni müstəvinin açılması, yeni qapının açılması istiqamətində addımlar var idi. Və Vance maraqlıdır ki, Gürcüstana getmədi. Biz bilirik ki, biz 2024-cü ilin noyabr ayında Biden administrasiyası rəsmən Gürcüstanla strateji əməkdaşlığı dayandırıb. Yəni bununla bağlı qərar qəbul ediblər. Və Biden ondan sonra seçilmədi. Biden, demokratlar daha doğrusu seçilmədi. Amma Trump hakimiyyətə gəldikdən sonra da Gürcüstanın cəhdləri oldu. Trump administrasiyası ilə Amerika Birləşmiş Ştatları ilə strateji münasibətlərin bərpası ilə bağlı. Amma müsbət nəticə əldə edilmədi. Ümumiyyətlə, məsələn, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaza bütöv bir baxışı olubdu da. Yəni müstəqillik əldə etdikdən sonra Cənubi Qafqaza vahid bir orqanizm kimi baxılıbdır. Burada
məxsusi olaraq Ermənistan, Gürcüstan, Azərbaycana yönəlik ayrıca siyasət həyata keçirilməyib. Və eyni zamanda Avropa İttifaqı ilə də sinxron bir siyasət olubdu. Elə Avropa İttifaqı da Amerika Birləşmiş Ştatları ilə eyni cür siyasət yürüdüb Cənubi Qafqaza. Düzdür, demokratiya münasibətlərdə hakimiyyətlərə münasibət fərqli olub. Yəni, hakimiyyətlərin demokratiyaya, insan hüquqlarına münasibəti ilə əlaqəli Avropa hakimiyyətlərinin də həmin regionlara və hakimiyyətlərə münasibətində müəyyən aşağı-yuxarı elementlər olub. Amma ümumən götürəndə, orada iqtisadi maraqlar baxımından, ticarət münasibətləri baxımından ciddi bir fərq olmayıb. Avropa Azərbaycanla da iqtisadi ticarət baxımından çox ciddi əməkdaşlıq edibdir, strateji tərəfdaş olubdur. Gürcüstanla da, Ermənistanla da. Yəni, Gürcüstan son illər xüsusilə Avropa İttifaqı ilə də, Amerika Birləşmiş Ştatları ilə də, xüsusilə 2021-ci ildən 2024-cü ilə qədər ciddi bir böhran yaşadı. Biden administrasiyası hakimiyyətə gəldikdən sonra Gürcüstanda demokratiya istiqamətindəki tələblər artdı. Tələblər artandan sonra artıq Gürcüstan hökuməti də xarici agentlər haqqında qanun və s. cəmiyyəti daha çox sıxmaq, məhdudlaşdırmaq istiqamətində addımlar atdı. Və bu həm Avropa İttifaqı ilə, həm də Amerika Birləşmiş Ştatları ilə münasibətlərin gərginləşməsinə səbəb oldu və 2024-cü ildə yekun qoyuldu ki, yəni strateji əməkdaşlıq bitdi. Amma ümumən götürsək, Amerika Birləşmiş Ştatları müstəqillik əldə edildikdən sonraki bütün dönəmlərdə Cənubi Qafqazın təhlükəsizlik qarantörlərindən biri idi. Yəni, burada Rusiyanın tam şəkildə bu bölgədə özünün təsir gücünü artırmasının qarşısını müxtəlif üsullarla alırdı. Bunlardan biri Bakı-Ceyhan neft kəməri. Sonra Bakı yenə Erzurum qaz kəməri, hansı ki Gürcüstan ərazisindən keçən. Bunlar Avropanın enerji təhlükəsizliyində Rusiyadan yan keçən alternativlər kimi çox böyük bir əhəmiyyətə malik idi. Və təbii ki, bu Avropanın enerji təhlükəsizliyi baxımından demək olar ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda təhlükəsizliyi qüvvəyə şəkildə qoruyurdu. Amma biz yaxın tarixdir, xatırlayırıq, 2008-ci ildə Rusiya Gürcüstana avqust ayındakı hücum etdi. Artıq Tiflisi az qalmışdı ki, Tiflisi də alsın. Xarici müdaxilə nəticəsində Putini dayandırmaq mümkün oldu. Ondan dərhal sonra o vaxt ABŞ-ın vitse-prezidenti Dick Cheney ilk dəfə Bakıya gəldi. Səhv etmirəmsə sentyabr ayındaydı o səfərdə. İndi tam dəqiq hatırlamıram, biraz zaman. Bəli, sentyabr. Avqust ayındakı müharibə oldu. Müharibədən dərhal sonra idi. Sentyabr ayının lap əvvəlləri idi. 3-4-ü olardı. O gəldi Azərbaycana, Dick Cheney səfərə gəldi. Mən onunla bağlı bir təhlil yazmışdım o vaxt. Ona görə dəqiq yadımdadır. Oradan getdi Tiflisə. Saakashvili ilə görüşdü. 1 milyardlıq yardım verdi. Ondan sonra getdi Ukraynaya. Ukraynadan keçdi, İtaliyada beynəlxalq forum keçirilirdi. Və forumda Rusiyanın əleyhinə son dərəcə kəskin bəyanatlar verdi Amerika Birləşmiş Ştatları. Deməli, həmin vaxtı mən xatırlayıram, Azərbaycanda bizdə seçki öncəsi idi. 2008-ci ilin payızında seçki keçirilməli idi, oktyabr ayında, prezident seçkiləri. Siz təsəvvür edin ki, Rusiyanın bölgədə, Azərbaycan da daxil olmaqla, təsir və siyasi nüfuz gücü o qədər artmışdı ki, yəni hər kəs düşünürdü ki, görəsən bizim aqibətimiz necə olacaq. Bax, həmin o Dick Cheney'ninki səfəri oldu. O səfərdə gəldi, Bakıda enerji təhlükəsizliyi ilə bağlı məsələlər, regional təhlükəsizliyi ilə bağlı bəyanatlar. Sonra getdi Gürcüstanda, ardınca Gürcüstanın hətta NATO-ya üzv olması, NATO-nun bu istiqamətdə genişlənməsi və s. Rusiyanın qismən belə deyək də, qismən dayandırdı. Tam şəkildə yox, təbii ki. Bəlkə o səfər olmasaydı, bəlkə Amerika Birləşmiş Ştatlarının həmin dövrdə müdaxiləsi, o cür aktiv müdaxiləsi olmasaydı, Səxavət bəy, Rusiya bizim bölgədə daha ciddi nüfuz üçün addımlar atardı.
Mən bunu niyə görə deyirəm? Bu analogiya gətirirəm ki, Rusiyanın təsirini Amerika Birləşmiş Ştatları durdurma gücündə olan nəhəng bir qüvvədir. Amma 2024-cü ildən sonra xüsusilə, yəni 2 il bundan əvvəldən başlayaraq ki, Amerika Gürcüstana demək olar ki, tamamən münasibətləri kəsdi. Azərbaycan da, Gürcüstan da daha çox bu boşluğu Çinin vasitəsilə doldurmağa çalışdı. 2024-cü il, 25-ci il arasında Azərbaycan-Çin siyasi əlaqələri ilə bağlı atılan addımların dinamikasına baxın. Yəni o strateji tərəfdaşlıq, o istər xartiya səviyyəsində, istər memorandum səviyyəsində. O münasibətlər onu göstərir ki, Azərbaycan da, Gürcüstan da indi bir kəmər bir yol layihəsi zaten burada Çinin marağında olan bir məsələdir. Amma ümumən bölgədə Rusiyanın qabaq gücünün qarşısını almaq üçün çəkindirici faktor olaraq yəni Çinin rolu artmışdır. İndi Trump administrasiyası gəldi, sülh sazişini parafladıktan sonra biraz da Trump xarakteri etibarilə elə bir siyasətçidir ki, dövlət başçısıdır ki, həm Rusiya, həm Çin bunlar hesablaşmaq məcburiyyətindədir bununla. Atacağı addımlar proqnoz edilmir. Dünyanın qüdrətli dövlətidir Amerika Birləşmiş Ştatları. İstənilən halda ondan heç kəs bir ziddiyyətə girmək istəmir. Xüsusilə də Trumpla. Ona görə Cənubi Qafqazda demək olar ki, Amerika Birləşmiş Ştatlarının getdikcə aktiv iştirakı görünür. Bu baxımdan Marco Rubio ilə Qabaqidze arasındakı telefon danışığı ki oldu. O danışıqlarla bağlı yayılan rəsmi məlumatlar onu göstərirdi ki, çox açıq şəkildə orada regional təhlükəsizlik müzakirə olunubdur. Abxaziya, Cənubi Osetiya məsələləri, Rusiya ilə bağlı münasibətlərin səviyyəsi, bu təhdidin ümumiyyətlə ortaya çıxma ehtimalları, Gürcüstanın özünün demokratiya sahəsində problemləri, hətta buna qədər müzakirə olunub. Eyni zamanda regiondan keçən kəmərlərlə bağlı, yollarla bağlı məsələlər müzakirə olunubdur. Xatırlayırsınız, mən biraz o tarixini ola bilər ki, dəqiq xatırlamaram, çünki o biraz unutmuşam, amma Gürcüstanda o dərin dəniz limanının istismarı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə o vaxt bir razılaşma əldə edilmişdi ki, o limanları Amerika Birləşmiş Ştatları inşa etməli idi. Sonradan o münasibətlər dayanandan sonra həmin liman verildi Çin və Singapur şirkətlərinə. Yəni faktiki olaraq onlar gəlib qururdular. İndi son məlumatlar onu göstərir ki, xüsusilə Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz üzrə Dövlət Departamentinin məsul şəxsinin Gürcüstana səfərində onun həmin limanı gedib ziyarət etməsi ilə bağlı bir məlumat oxudum mən. Və sonradan belə görünür ki, o limanda Çin və Singapur şirkətlərinin fəaliyyəti Gürcüstan tərəfindən dayandırılıb. Deməli, belə görünür ki, bu yenidən Amerika Birləşmiş Ştatları ilə hansısa bir formada razılıq əldə olma ehtimalı var. Və Rubio'nun zəngi bu baxımdan Gürcüstan üçün əhəmiyyətli oldu. Və təbii ki, Azərbaycan prezidenti də indi belə götürsək, Cənubi Qafqazın indi ən aparıcı əsas dövləti Azərbaycandır. Gürcüstan bizim üçün qapıdır, biz də elə əslində Gürcüstan üçün qapıyıq. Yəni biz bir-birimizə açılan qapıyıq və bir-birimizdən çox asılıyıq. Ermənistanla münasibətlər dərinləşsə, Gürcüstanla münasibətlərdən asılılıq müəyyən qədər azalacaq. Çünki Ermənistandan əgər doğrudan da bu trip yolu Zəngəzur dəhlizi açılarsa, Ermənistan da buradan qazanacaq. Azərbaycan da birbaşa, yəni Türkiyəyə daha qısa bir keçid əldə edəcək. Və əlbəttə bu münasibətlərdə tamamən yeni bir mərhələ açacaq. Amma istənilən halda Gürcüstanın enerji təhlükəsizliyi olsun, Gürcüstanın ümumiyyətlə siyasi təhlükəsizliyi olsun, bu məsələlərdə Azərbaycan onun üçün ən əhəmiyyətli tərəfdaşdır. Və belə görünür ki, Azərbaycan prezidenti də məhz Gürcüstanda bu səfəri zamanı həm baş nazirlə görüşdü, həm prezidentlə, həm Gürcü Arzusu partiyasının fəxri sədri olan İvanaşvili ilə görüşdüyünü, faktiki olaraq o hakimiyyət İvanaşvilinin də.
O Rusiyanın orada oturdu. Yerin yəsi odur. Yevin yası odur, bəli. Onunla görüşdü, hətta bir nahar elədilər. Yəni ən sonda nahar elədilər. Ola bilsin Rubio'nun zəngində müzakirə olunan məsələlər, regional məsələlərlə bağlı bir daha ətraflı bir-birinə məlumat paylaşımı ediblər. Gələcək strategiyanı müəyyənləşdiriblər. Burada həm Rusiya ilə bağlı münasibətlər ola bilər, həm İranla bağlı ola bilər. İndi hələ görüş təzə yekunlaşıbdır deyə çox da belə məlumatlar sızmır. Geniş məlumatlar sızmasını hər halda gözləmirəm, amma hər halda kiçik sızacaq məlumatlar əsasında daha dərin təhlil aparmaq imkanlarımız olacaqdır. Amma ilkin görünən budur ki, Cənubi Qafqazda Amerika Birləşmiş Ştatları özünün rolunu və yerini artırmaqdadır. Və bu Azərbaycanın belə götürsək, Cənubi Qafqazın da maraqlarına cavab verən bir prosesdir. Nəsim bəy, qısa cavab istəyəcəm. Amerikanın son dönəmlər, təkcə Amerikanın yox, ümumiyyətlə bütün dünya, yəni böyük ölkələrə aiddir bu. Hansısa bir tərəfin, hansısa bir istiqamətdə öz gücünü artırmaq cəhdi daim problemlə qarşılaşır. Yəni problem yaradır. Müharibəyə gətirib çıxardır, hətta faktiki olaraq toqquşmaya gətirib çıxardır. Bu necə? Belə bir təhdid var, yoxsa yoxdur? Belə deyək də, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri açıq görünür ki, zəifləyir. Bu, Ermənistanda əgər bu seçkidə çox güman ki, əgər bir force major baş verməsə, xüsusilə bir terror, hansısa bir hadisə nəticəsində Nikol Paşinyan sağ qalsa, yəni öldürülməsə, seçkini udacaq. Yəni bu görünür, çünki Ermənistan cəmiyyətində düzdür, Rusiyadan iqtisadi asıllıq var, Rusiyanın təsirləri hələ də cəmiyyət üzərində var. Amma Rusiyanın caynağından qurtulmaq istəyən bir 55%-ə yaxın bir elektorat da var. Bunlar çox aktiv bəzən mövqe ifadə etmir, amma seçkidə bu Nikol Paşinyana dəstək verə bilər. Xüsusilə xatırlayırsınız, biz bunu sizlə bərabər müzakirə eləmişdik. Müharibədən dərhal sonra Nikol Paşinyanın bu seçkini udacağı ilə bağlı proqnozlar var idi. Amma biz çox əminliklə bunun hətta 55-60%-ə qədər bir səslə seçilmə imkanının olduğunu qeyd eləmişdik. Və doğrudan da müharibəni uduzmuş, isti-isti, qaynar başda olan bir cəmiyyət. Əgər Nikol Paşinyana 54,6%-dən, yəni 55%-ə yaxın səslə dəstək verdisə, indi artıq sülh şəraitində erməni cəmiyyəti biraz da bu sülhün onun üçün faydalı olduğunu anlayır. Düzdür, revanşistlər də var, əks mövqe də var, müxalifət də müəyyən qədər təmərküzləşməyə nail olubdur. Bu amillər var. Məsələn, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonraki ilk seçkidə müxalifət təmsil olunmadı parlamentdə. Amma müharibədən sonra kiçik bir fraksiya olsa da təmsil olundu. İndi yenə bir koalisiya formasında parlamentdə təmsilçilik əldə edəcəklər müxalifət. Amma hakimiyyətin davamı gözlənilir və davam edəcəksə Rusiya ilə münasibətlərin əvvəlki səviyyə, yəni Nikol Paşinyandan öncəki səviyyə hətta qayıdışı, bəlkə də müharibədən öncəki səviyyə və bugünkü səviyyə hətta qayıdışı çətin olacaq. Nikol Paşinyan getdikcə daha çox Türkiyə ilə, Azərbaycanla münasibətləri dərinləşdirdikcə, əlaqələri açdıqca açılacaqdır. Qərbə də daha çox belə deyək, açılma imkanı olacaq. Zaten Ermənistanda investisiya mühiti yaranıb. Yəni doğrudan da qanunlar işləyir, məhkəmə sistemi çox ədalətli bir məhkəmə sistemi qurmağa nail olublar və Ermənistan inkişaf edəcək. Ermənistan qərb sərmayəsini cəlb edərək özdə indi nəzərə almaq lazımdır ki, Amerikada, Avropada erməni lobbisi də maraqlı olacaq bunda. Rusiyadan öz sərmayəsini qaçırmaq istəyən nə qədər ruspərəst varsa bunlar da maraqlı olacaq. Və Ermənistan bu seçkidən sonra Cənubi Qafqazda indi Azərbaycan prezidenti də Gürcüstanda xatırlayırsınız, dedi ki, Gürcüstanda investisiya mühiti çox əlverişlidir.
səhv eləmirəmsə, rəqəm də səsləndirdi. Harca 7-8 milyard sərmayə qoyuluşu ilə bağlı, investisiya qoyuluşu ilə bağlı. Bəlkə səhv edə bilərəm, indi yayımdan sonra əgər səhv edəriksə bizi üzrlü saysın izləyicilərimiz. Amma hər halda mən nəsə belə bir qulağım belə bir onun dışında belə bir şey sezdi ki, Gürcüstana Azərbaycanlılar hətta böyük miqdarda sərmayə qoydular. Və bu istisna deyil ki, indi Azərbaycan birbaşa qoymasa da Türkiyə, Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları Ermənistana böyük investisiyalar yatırdacaqlar. Cənubi Qafqazın sabit bir ölkəsi olaraq və bundan ruhlanaraq Nikol Paşinyan Rusların oradakı təsirini biraz da qıracaq, azaldacaq. Digər tərəfdən Gürcüstan əgər görsə ki, doğrudan Amerika Birləşmiş Ştatları, digər tərəfdən Ermənistan və Azərbaycan, bunlar artıq Qərblə münasibətlərdə sürətlə irəliləyir. O zaman daha cəsarətli şəkildə o demokratik proseslərin önündəki tıxacı müəyyən qədər aça bilər. Hətta Gürcüstanda demokratik proseslər də sürətlənə bilər. O baxımdan belə deyək də, Cənubi Qafqazda Ermənistan və Gürcüstanın tam şəkildə Rusiyanın təsirindən çıxması Rusiyanın Cənubi Qafqazdakı mövqelərini xeyli dərəcədə artıq sıradan çıxaracaqdır. Siz dediniz, buna qısa cavab verim. Azərbaycan zaten onun təsirində deyil. Amma biraz o geniş açmağa çalışdım. İndi öz bildiyim o təhlillər səviyyəsində ki, proses belədir. Amerika zaten burada hərbi baxımdan mövcud olmaq istəmir. Amerikanın burada hərbi mövcudluq niyyəti yoxdur. Bunu özləri də gizlətmir. Çünki Cənubi Qafqazın hərbi platforma çevrilməsi Cənubi Qafqaz ölkələrinin marağında deyil. O baxımdan Amerika çalışacaqdır ki, özü burada hərbi mövcudluğu deyil, daha çox sərmayələrlə, iqtisadi maraqlarla, ticarət əlaqələri ilə və digər vasitələrlə burada mövcudluğunu artırsın. Çünki Çin də Cənubi Qafqazda məhz bunu etməyə çalışır. O zaman Rusiyanın burada hərbi baza saxlaması da çətinləşəcək. Hərbi güc saxlaması da çətinləşəcək. Yəni burada daha çox elə region ölkələrinin özləri bəlkə bu təhlükəsizlik çətirin qura bilərlər. Mən belə görürəm ki, hansısa bir tərəfin burada güclənməsi, xüsusilə hərbi baxımdan güclənməsi, indi siz hərbi ekspert kimi bunu bəlkə daha dərindən gedib təhlil edib bu barədə ictimaiyyətə rəy də verə bilərsiniz. Mənim qənaətimcə daha çox burada qeyri-hərbi sahələrin belə inkişafı diqqət mərkəzində olacaq. Elə bir qənaətdəyəm. Nəsib bəy, mən sizdən tam razıyam. Hətta bu məsələni bir qədər də geniş açmasaydı sizə əlavə bir sual da verəcəkdim ki, misal üçün Körfəz ölkələri göz qabağındadır faktiki olaraq. Yəni Amerikanın orada hərbi gücü var və indi faktiki olaraq istər Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Omana qədər, hətta İranla normal münasibət saxlayan Omana qədər İran tərəfindən zərbə altındadır. Yəni faktiki olaraq ona görə də indiki mərhələdə məsələn ona baxıb da Cənubi Qafqaz ölkələrinin Amerikanın və yaxud da ki qeyri bir Amerika fərqi yoxdur. Burada ölkələrin adlarını kənara qoymaq lazımdır. Bura hərbi güc gətirməsinə heç kim maraqlı olmaz. Çünki hərbi baza olan ölkələrin indiki dövrdə aqibəti məlumdur. Ona görə də mən həmişə ümumiyyətlə Azərbaycanla bağlı çoxları olub ki, deyir ki, Azərbaycanı hansısa bir ölkənin, Türkiyəni daha çox deyirlər, hərbi bazalar olsun. Ümumiyyətlə hərbi baza olmaq həm də hədəf olmaq deməkdir. O ölkə əgər hardasa hədəfdirsə, burada da hədəfdir. Ona görə də düşünürəm ki, bu məsələdə tamamilə razıyam ki, sırf iqtisadi məsələlərlə bağlı. İqtisadi məsələlərə gələndə açığı iki qonşumuzun ikisi də çox yaxşı alverçidir. Həm Ruslar da yaxşı alveri bacarırlar, elə İranlılar da çox yaxşı ticarəti bacarırlar. Ona görə də onlarla razılaşmaq daha asandır. Nəsib bəy, çox gözəl əslində qeyd elədiniz. Yəni bax, elə ona görə deyirəm, sizin o peşəkarlığınız bu məsələdə öz sözünü dedi. Doğrudan da Körfəz ölkələrini çox yaxşı misal çəkdiniz. Yəni hərbi bazalar səni qorumur. Bir çox hallarda problem yaradır. Doğru, doğru. Nəsib bəy, İranla bağlı məsələdə biz son dönəmlər nəyin şahidi oluruq?
Siz, mən bilirəm ki, Amerikanı və Amerika ümumiyyətlə Qərb dünyasını daha dərindən araşdırmısınız həmişə və ona görə də bu suala hesab edirəm ki, məncə siz daha dəqiq və konkret cavab da verə biləcəksiniz. Məsələ nədən ibarətdir? Amerika daxilində bu əməliyyatla bağlı məsələlər bir mənalı deyil. Məsəl üçün, hətta Trump bəzən çıxıb bəyanat verir ki, filan qəzetləri, saytları, nə bilim, filan televizorlara baxmayın. Yəni, çünki onlar sizə yalan danışırlar. Amma yəni, baxırıq ki, bunlar hamısı qlobal bir media qurumlarıdır. Məsələ, Trump son dərəcə aqressivləşib. Hətta dünənki atdığı, yəni, X platformasında yazdıqları təhqirlə yazır ki, açın, yəni sanki bir uşaq nəyəsə dirəşib ki, tez ol mənə nəyəsə ver kimi, bu dirəşib ki, tez olun, Hörmüz boğazını açın. İranda konkret olaraq bu məsələ son dərəcə səbirli, hətta deyərdim bu məsələni bir komik bir vəziyyətə də gətirib çıxardıblar. Və Amerikanın daxilində də biz görürük ki, məsələn, Senatda, məsələn, onların müharibə nazirinin dinləməsi prosesi baş verdi. Çox ağır, hətta təhqiramiz suallar verirdilər senatorlar, ona çox ağır suallar səsləndirirdilər. Ümumi vəziyyət və yeri gəlmişkən, mən sual verməyəcəm artıq, siz İranda, Ermənistandakı seçki məsələsini artıq qeyd elədiniz ki, Ermənistanla bağlı sual verməyəcəm. Amma bu, Amerikada seçki məsələsi də gəlir qarşıdan. Respublikaçılar, demokratlar məsələsi var. Bu müharibə kimin xeyrinədir? Bu müharibə Amerika daxilində hansı proseslər baş verə bilər? Ümumiyyətlə, necə görürsünüz? Trump bu məsələni, yəni buna bir Amerikada tərəfdən də baxmaq lazımdır. Ümumiyyətlə, bu prosesi necə görürsünüz? Niyə görə bu qədər aqressiya var? Aqressiyanın səbəbi nədir və hansı nəticələr ola bilər seçkilərdə? Müşahidənizi bölüşürəm. Əslində, müharibə başlamazdan öncə Trump'ın verdiyi nikbin bəyanatlar indi daha çox qəzəbli və bir qədər də isterik bəyanatlarla əvəzlənir. Bunun səbəbi sahədəki nəticə ilə bağlıdır. Yəni, İran bu qədər dərin müqavimət göstərəcəyini Amerika ekspertləri, analitikləri təxmin etmirdi. Eyni zamanda İsrailin özündə də belə qənaət var idi ki, biz ilk həlledici hücumla məsələni əhəmiyyətli dərəcədə həll edəcəyik. Amma indi artıq 35 gündən çoxdur da, artıq elə 40 günə yaxınlaşır haradasa. Az qalıb 40 günə. Və bu proses onu göstərdi ki, İranın müqaviməti nəinki qırıldı. Belə epizodik azalmalar oldu, amma davam edir. Davam edir və bu davamiyyətə hazırlıq az idi. Yəni, var idi, məsələn, Qərbin A planı, Amerika Birləşmiş Ştatlarının daha doğrusu İsrailin A, B, C planlarının olması istisna deyil. Amma prosesin bu qədər uzanması ehtimalı belə görünür ki, kəşfiyyat məlumatlarında da müəyyən belə zəiflik olub. Bunlar İranın bu qədər hazırlıqlı olduğunu yəqin ki, təxmin etməyiblər. Çünki o... Eynən Rusiyanın Ukraynadakı müharibəyə girməmişdən əvvəlki kəşfiyyat məlumatlarına bənzəyir sanki. Bəli, bəli. Bax, orada bu özün göstərir ki, Amerika Birləşmiş Ştatlarının yanaşmasında sanki bu amil artıq özün göstərir. Belə baxsaq, müharibədən əvvəl Hörmüz boğazı işləyirdi, açıq idi. İndi belə çıxır ki, bu qədər xərc çəkildi, bu qədər dağıntılar, bir dənə Hörmüz boğazı açılandan sonra müharibəni dayandır. Onda bu nə oldu ki? Zaten bu elə müharibədən əvvəl açıq idi də. Yəni bunu Amerika cəmiyyətinə necə izah edəcəksən? Bəli. Yəni açıq şəkildə indi orada demokratik bir cəmiyyətdir. Çıxır orada senatorlar tələb edir səndən ki, cavab verginən. Sən müharibəni başlayanda bura açıq idi, hər kəs gedirdi. Müharibəni başladım, bağlandı, indi açılmanı bayram edək biz. Bunu qalibiyyət kimi qeyd edək. O baxımdan Trump administrasiyası mürəkkəb vəziyyətlə üzləşib. Və mən bunu bilmirəm, hər dəfə belə danışıb deyirik, xatırladırıq. Trump'ın iqtidara gəlməsi ilə bağlı, sizinlə də müzakirəmizdə, yəni hər kəs Harris'in qələbə çalacağını deyəndə, biz Trump'ın
qələbə çalacağını inamla qeyd edirdik. Çünki oradakı prosesləri hər halda aldığımız informasiyalar və müəyyən özümüzün fəhmimizlə təhlil edirdik. Və indi mən o qənaətdəyəm ki, Respublikaçılar Nümayəndələr Palatasındakı seçkini udacaqlar. İndi Senatla bağlı məsələ biraz ola bilsin ki, hələ tam aydın deyil. Çünki proseslər uzanır, hələ proseslərə var. Məsələn, əgər bugün seçki keçirilsə, bugün Nümayəndələr Palatasını udacaq Trump, Respublikaçılar. Bu isə Trump administrasiyası üçün həm xarici siyasətdə, həm daxili siyasətdə müəyyən risklər yaradacaq. Artıq əvvəlki qədər indiki kimi özünü rahat hiss eləyə bilməyəcək. Mən deyə bilmərəm 3 ay sonra nəticə necə olacaq. Çünki İranla müharibə Amerika Birləşmiş Ştatlarında ciddi izlənir. Bu müharibənin 3 ay sonraki nəticəsinin necə olacağını dünyanın hələ heç bir institutu, eksperti müəyyənləşdirmir ki, burada nəticə necə olacaq. Və heç müəyyən etmək mümkün deyil bu deyil. Bəli, heç etmək mümkün deyil, doğru. Yəni, müharibələr ümumiyyətlə belədir də. Müharibəni başlayanlar bilsə ki, onun nə sürprizlər gözləyir, bəlkə heç başlamaz. Yəni, tam qələbə çalmaq iddiası ilə, arzusu ilə hücum edən, müharibə edənlərin böyük əksəriyyəti tarixdə o qədər nümunələr var ki, məğlub olur yabısı şəkildə. İmperiyalar dağılıb, yəni hansı ki, hədəf qoymuşdu ki, bu qalib gələcək, götürəcək. Yəni, müharibənin nəticəsini sahə müəyyənləşdirir. Elə faktorlar müəyyənləşdirir ki, bəzən doğrudan da ən yüksək texnoloji imkanı olanlar belə asimetrik savaş aparanların əlində aciz qalır. Biz, məsələn, Əfqanistana müdaxilə ilə Amerika Birləşmiş Ştatları 2021-ci ildən çıxdı oradan, yəni 20 il, 2001-2021-ci ilə qədər orada qaldı. Milyardlar xərclədi. Nə oldu? Çan kimi Taliban yenə Əfqanistan oldu, həmin libasını geyindi. Yəni, belə götürəndə, hansı ki, Əfqanistanla bəlkə hər kəs fikirləşərdi ki, ən asan qələbə çalınacaq ölkədir də. Bəli. Böyük raketi yox, təyyarəsi yox, hava hücumundan müdafiə sistemi yox, amma eləyə bilmədi. Yəni, müharibələrin nəticəsi xeyli dərəcədə sürprizlər yarada bilir. O baxımdan mən deyə bilmərəm, yəni 3 ay sonra Trump İranla bağlı siyasət hansı səviyyədə olacaq. Amma indi real, bax, o isteriya onunla bağlıdır ki, Trump'ın da reyting aşağı düşür, etimad azalır və resurslar da çox gedir. Böyük resurslar xərclənir. Bunun yerini doldurmaq nə qədər körfəz ölkələrinin üzərinə yükləməyə çalışsa belə, hər halda bu suallar doğurur, problemlər doğurur və bu baxımdan Amerika Birləşmiş Ştatlarının İranla müharibədə atacağı addımlar, xüsusilə son bəlkə bir 3-5 gün ərzində, indi bizim bu yayımımız davam edən müddətdə, ola bilsin, yəni verdiyi vaxt, hansı ki 10 gün vaxt vermişdi, o bitir. Yəni bugün axşam sabah üçün, yəni bu yekunlaşır. Belə görünür ki, Trump'ın hədələri də artıb. Yəni bu hansısa bir müdaxilə, bəlkə ola bilsin ki, daha iri miqyaslı bir müdaxilə olacaq və bunun doğura biləcəyi nəticələr də nəzərdən keçiriləcək ondan sonra. Amma indiki halda dediyim kimi Amerika Birləşmiş Ştatları İran arasındakı müharibə hələ ki davam edən müharibə xarakterindədir. Yəni tam yekunlaşan bir müharibə kimi görünmür. Rusiya Ukrayna bataqlığından çıxa bilmir. Çünki Rusiya fərqli dövlətdir. Özünü qarşıya qoyduğu iddianın heç birinə nail ola bilməyib. Həm də orada bir nəfər var, tək adamdır. Qərarı verən odur. Ondan hansısa Duma gəlib soruşmur, hansısa hesabat istəyən məhkəmə orqanı yox, deputatlar yox. Amma Amerika belə deyil axı. Amerika azad cəmiyyətdir. Amerikada çox açıq şəkildə İranla müharibənin bugün ən çox tənqid olunduğu ölkə Amerikadır. Bəli. Yəni İranla müharibə aparmasının Amerikanın ən çox tənqid edən elə Amerikalılardır. Məsələn, Azərbaycanda
Bunu alqışlayanlar kifayət qədər var. Bəli. Yəni buna azarkeşlik edənlər kifayət qədər var. Eyni zamanda sən İrana münasibətdə də azarkeşlik və rəğbətlə yanaşanlar var. Ya belə normaldır da, müharibələrə indi kənardan futbol fan klubları kimi baxan insanlar var və bunların olmasını normal qarşılamaq lazımdır. Amma Amerika Birləşmiş Ştatlarında bu müharibənin tamamilə mənasız olduğu, Amerika maraqlarına cavab vermədiyi elə arqumentlərlə səslənir ki, bəzən oturub fikirləşsən ki, doğrudan da bunu başqa ölkələrdə heç kəs Amerikanın ünvanına bu şəkildə deyə bilməz. O dövlətin içindən çıxan kifayət qədər nüfuzlu insanlar bunu dilə gətirir. Bu baxımdan əlbəttə Amerika Birləşmiş Ştatlarının İran üzərində nail olmağa çalışdığı hədəflərə nail olmasında müəyyən çətinliklər var. Nail olacaq, olmayacaq, bununla bağlı mənim indi öz qənaətim var. Amma mən düşünürəm ki, proseslər belədir ki, Trump istənilən vaxt yenə bəyanat verib oradan çəkilmə imkanı var. Yəni Rusiyanın bu imkanı yoxdur. Rusiya bunu edə bilməz. Amma Trump'ın hələ o imkanı qalır. Hələ o limit var. O məsələn deyə bilər ki, mən artıq bu bombardımandan sonra hədəflərimə çatdım, Qalibəm. gördüm, qalibəm və məsələni bitirirəm. Bir ateş veçanlıq da eləyər özü üçün. Amma yenə deyirəm, İran təslim olmur. İranın təslim olmayacağı da bunlar da yani İrandakı indi ən azı hakimiyyətdə olan qüvvələrində rejimin. Bir Əfqanistan nümunəsində gördük. Gördük ki, orada da rejim təslim olmadı. Məsələn, İraqda tez təslim oldu. Niyə görə? İraqda avtoritar rejim var idi. O bir adama bağlıdır. Bir adamı vurdun, öldürdünsə, yəni bir adama bağlı rejimlər dünyanın ən zəif rejimləridir. İdeoloji yoxdur. İdeolojiya yoxdur. Yəni ən yekə danışan onlar olur həmişə. Ən yekə. Amma ən zəifi də onlar olur. Belə böyük danışırlar, amma Səddamı vurub öldürdülər. Tutdular, astılar. Nəsə rejim bitdi. Dardı. Və yaxud da ki Maduro'nu götürdülər, görürsünüz. Yəni başqa bir adam oturdu, nə deyirsiniz eləyim. İnanın ki, yəni Maduro kimi tipli adamların hansı biri fiziki baxımdan yoxdursa, orada rejim heç orada ikinci bir adam çıxıb deməyəcəkdir ki, burada mən varam, özüm versin önə. Yəni bu belədir. Amma totalitar və xüsusilə teokratik ideya daşıyan İran belə bir cəmiyyət deyil. İranda bu ideologiyanın daşıyıcıları var, milyonlarla insan var. Məsələn, SSR-ni kənar müdaxilə ilə SSR-ni kimsə dağıtmağa çalışsaydı, tarix boyu elə bir şeyə nail ola bilməzdi. Yəni o hərbi müdaxilə eləsəydilər, çünki bunun əlində nüvə silahı var, nüvə başlıqları var, böyük ordusu var. Bunun belə deyək də, təkcə qərb qoşunlarında 1 milyon əskər var idi. Əskər zabit var idi. Yəni təkcə qərb bölgəsində. Yəni belə bir dövlət iqtisadi baxımdan nə qədər çətinliyə düşsə belə, biz 2-ci Dünya müharibəsində gördükdə bir kiçik tikə çörəklə, su ilə əskər döyüşdü. Yəni bu totalitar ideologiyanın gücünə gətirirəm ki, o ideologiya istər-istəməz cəmiyyətdə özünün tərəfdarları var, səfərbər edir. Za Stalinu, za Rodinu deyə, yəni bunlar adsız doğrudan da dünyanın ən modern ordusu olan faşist Almaniyasına sıxışdırdılar. Düzdür, Amerikanın, Britaniyanın və s. dəstəyi var idi, o Lendriz o vaxtı qanunu işləyirdi falan. Amma sahədə döyüşən bunlar idi də. Yəni real budur da. İndi eyni şey İranla bağlıdır. İranda bu dini ideologiyaya bağlı milyonlarla insan var və deməli təslimiyyət olmayacaq. Təslimiyyət olmayacaqsa, deməli bu müharibə bitmiş müharibə sayıla bilməz. Bu hansısa bir mərhələdə yenidən baş qaldıracaq. Bu nə vaxt ola bilər? Ola bilər bu indi yekunlaşar. Amma Trump görsə ki, doğrudan da növbəti dəfə seçilməyəcək. Artıq zaten seçilə bilmir. 2 dəfə olubdur. Və respublikaçıların da şansı azalır.
O zaman ola bilər yenə bir 60 günlük belə əməliyyat keçirmək həmişə onun imkanı var. O Konqresin dəstəyini almadan özü belə qısa müddətli əməliyyatlar keçirə bilir. Yəni müharibə elanı, müharibə xərclərinin qarşılanması və s. bunları daha çox parlamentdən almalıdır bu izni. Amma özünün belə qısa müddətli əməliyyatlar üçün imkanı var. Və ola bilər, məsələn, öz seçkisinə yaxın dövrdə yenidən. İndi biz iyun ayında gördük, indiki müharibə, əgər razılaşmalar olmayacaqsa, proseslər elə belə də dondurulacaqsa, başlaya bilər. Amma digər tərəfdən İranda hansı proseslər gedəcək, bunu da demək çətindir. İranda əgər doğrudan atəşkəs olsa, Amerika desə ki, mən qalib gəldim, çıxıram, İranın özünün yenidən qurulması, dirçəlməsi çox uzun çəkəcək. Çünki iqtisadi sanksiyalar var, o infrastrukturlar xeyli dərəcədə zərər görübdür. İndi dağıdılanlar da var, zərər görən də var. İndi Trump deyir ki, daş dövrünə qaytarıb çıxacam da. Bu daş dövrü o deməkdir ki, bunu qaranlığa qərq edəcək. Düzdür, o uzun çəkməz, onu qısa müddətdə bərpa eləmək mümkün ola bilər. Çinin bəlkə dəstəyi ilə yaxud başqa bəlkə dəstək də əldə edə bilər. Amma ümumən götürsək, İranda bu rejim özünün siyasətin dəyişmək məcburiyyətində qalacaq. Təbii. Yəni bu artıq bu müharibə mənə elə gəlir ki, onu bizə göstərəcək. Hansı formada təzahür edəcək, bir mənalı demək çətindir. Hələ müxtəlif senarilər var. Amma rejimin özünün də dəstəkçiləri kifayət qədər hələ ki, rejimin davam etməsinə səy göstərirlər. Nəsim bəy, sonda bir sualım da var. Biz həm də bu müharibə fonunda Amerika ilə Avropa ölkələri arasında bir müəyyən soyuqluğu, müəyyən uzaqlaşmanın da şahid olmağa başladı. NATO ilə bağlı fikirlər var, onsuz da NATO ilə bağlı siz həmişə fikirlərinizi demişsiniz. Amma Avropa ölkələri ilə, Avropa lap ittifaqı deyək, Amerika arasında bundan sonraki münasibətlər necə olacaq? Çünki faktiki olaraq Amerika qeyd elədi ki, əgər İran müharibəsi sizin müharibə deyilsə, Ukraynada mənim müharibəm deyil. Gedin nə bilirsiniz onu deyin. Təxminən buna bənzər bir fikir səsləndirdilər. Avropanın içərisində də müharibə ehtimalı var. Çünki Serbiyanın artıq aktivləşdiyini, hətta bəyanatlar da verdilər ki, Kosovadan bizə hücum ola bilər, ondan sonra Albaniyadan bizə hücum ola bilər, Bosniya məsələsini qarışdırdılar, raket alırıq. Yəni bu tip məsələlər var. Yəni Şərqi Avropa onsuz da həmişə döyüş meydanlarından biridir. Ümumi götürsək, bu proses Avropa ilə Amerika münasibətlərinə necə təsir edəcək və bu əgər dünya çox qütbə gedəcəksə, Avropa İttifaqı özü də bir qütb olacaqmı? Yəni bu suala da cavab vermənizi istəyərdim. Mən daha çox o qənaətdəyəm ki, Avropa qitə olaraq və orada əsas dövlətlər olaraq, indi əsas Britaniya, Almaniya və Fransa bunlar Avropanın ən qüdrətli dövlətləridir. Avropa coğrafiyasında sabitlik, təhlükəsizlik və rifah məsələsini həll etmə imkanındadılar. Bunların gücü daxilində. Amma bunlar Amerika Birləşmiş Ştatları ilə ciddi ziddiyyətlərə daxil olmayacaqlar. Ola bilsin ki, indi mövcud olan hərbi əməkdaşlıq, xüsusən NATO səviyyəsində olan bu dəyişə bilər. Amma Avropa özünün təhlükəsizlik və rifahı ilə bağlı, gələcək siyasi inzibati ümumiyyətlə siyasəti ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hansısa ciddi ziddiyyəti olacağını sanmıram. Yəni bu belə deyək də o geosiyasi toqquşma elementi yoxdur onda. Rusiya ilə rəqabət olacaq. Bu Rusiya ilə rəqabət tək başına Avropanın Rusiyanın qarşısında müqavimət göstərməsi ilə bağlı çətinliklər var. Düzdür, Rusiya getdikcə zəifləyir, bunu nəzərə almaq lazımdır. Amma nə qədər zəifləsə də indiki vəziyyətdə Avropa o qədər də özünün təhlükəsizliyi müstəqil şəkildə
təmin edən bir coğrafiya deyil, siyasi coğrafiya deyil. Bu baxımdan Amerika Birləşmiş Ştatlarına müəyyən ehtiyac yaranacaq. Belə görünür ki, bəli, dünyada indi bunu nəzəri olaraq qeyd edirik ki, Amerika öz qitəsinin həm Latin Amerikası, həm Şimali Amerika qitəsində kifayət qədər təsir gücünü artıracaq. Ola bilsin ki, bəlkə bu yay, bəlkə payıza doğru Kubada tam öz təsirini bərpa edəcək. Yəni bu ehtimal da var, orada da iş gedir. Bu Marco Rubio özü Kubalıdır. Ya, əslində Kubanı ona tapşırıb artıq. Deyib, ora sənindir, get yavaş-yavaş oranı götür. Yəni Kubanın da müqavimət imkanları demək olar ki, məhdudlaşıb. Venezuela'dan alırdı, neft yanacaq və s. Bunları indi ala bilmir. Vaxtilə Rusiyanın təsiri ilə, məsələn, Rusiyanın SSR-nin orada nüvə başlıqlı raketləri və s. var idi. İndi o imkanlar da əldən çıxıb, yoxdur. Tədricən, yəni Amerika Birləşmiş Ştatları götürəcək öz o Monroe doktrinasına dönüş olaraq öz qitəsində daha çox məşğul olacaq. Avropa yəqin ki, dediyim üç dövlətin əsas nəzarəti altında bir qütb olaraq özünün təhlükəsizlik çətrini quracaq. Orta Şərqdə İsrail çalışırdı ki, daha çox İbrahim sazişi ilə bir ittifaqa nail olsun. Amma İranla müharibədən sonra İbrahim sazişinin, Arbaham anlaşmasının perspektivini mən dumanlı görürəm. Yəni bu İsrailə artıq o müsəlman dövlətləri ilə yeni bir ittifaqın olması çətin görünür. Amma hələ mümkünsüz də demək doğru deyil. Orta Şərqin əsas aparıcı güc dövləti kimi Türkiyə qalxmaqdadır. Türkiyə yüksəlir. Türkiyə kifayət qədər ciddi regionda söz sahibinə çevrilib. Xüsusilə sülh yaratma istiqamətindəki addımları çox təqdirlə qarşılanır. Təsadüfi deyil ki, Rusiya-Ukrayna arasında istər taxıl anlaşması olsun, əsirlərin mübadiləsi ilə bağlı məsələlər olsun. Yəni az-çox nə anlaşma mümkün olubsa, Türkiyənin vasitəçiliyi olub. Düzdür, indi həlledici sülh sazişi və s. dünyada elə bir güc yoxdur ki, hələ ki, onları oturtsun ki, gəlin oturun bunu edin. Amma həm Putinin, həm Zelenskinin Erdoğana münasibəti, Türkiyə münasibəti, verdiyi bəyanatlar, bunlar onu göstərir ki, Türkiyə sülh yaratma istiqamətində diplomatik addımları ilə müəyyən qədər uğur qazanır. Və digər tərəfdən özü müstəqil olaraq heç kəsdən asılı olmadan hərbi gücünü artırır. İndi siz bu sahə üzrə peşəkarsınız, mənə düşməz bu barədə danışmaq. Amma ən azı belə aldığımız məlumatlar onu göstərir ki, Türkiyə bölgədə güclənən hərbi istiqamətlərdən biridir. Əgər bu Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə arasında ittifaq dərinləşərsə, xüsusilə məsələn Pakistan-Türkiyə arasında bu dərindir. İndi Səudiyyə Ərəbistanın şahzadəsi haqqında Trumpın dediyi son təhqiramiz sözdən sonra yəqin ki, onun da bu istiqamətdəki səyləri biraz da artacaq. Misir zaten bunlar İran, Amerika, İsrail müharibəsində bir diplomatik masa qurmağa çalışırlar hər halda müsəlman dövlətləri olaraq. Və Orta Şərqin müstəqil olaraq o siyasi və təhlükəsizlik maraqları baxımından bir qütbə çevrilməsi ehtimalı var. Eyni zamanda Türkiyənin Türk Dövlətləri Təşkilatı xətti ilə, məsələn, Rusiya zəifləməsi fonunda Mərkəzi Asiya, yəni Türkistan coğrafiyasının və İranın da indi gələcəkdə necə bir idarə etmə sisteminə keçməsi maraqlı olacaq. Bunlar Avrasiyada daha böyük bir təsir gücü yarada bilər. Başqa bir tərəfdən, məsələn, Yaponiya öz sahəsində, şərqdə, bu istiqamətdə ada dövlətləri ilə, hətta orada Asiya-Pasifikdə müəyyən dövlətlərlə münasibətlər kontekstində bunu edə bilər.
Çin, Hindistan bunlar ayrıcı olarak bu istiqamətdə çox fəal görünür ve real güc olarak ortadadılar. Yeri gelmişken Azerbaycan Hindistan'la da bilirsiniz ki diplomatik əlaqələri yeni müstəviyə çıxarır. Aslında Ermənistanla sülh sazişi paraflandıktan sonra gözlənilən idi. Biraz böyle ümit verici bir şeyler var. Düzdür, indi biz Pakistan'la da münasibətdə strateji müttəfiqik, ama Hindistan'la əlaqələrin dərinləşməsi və münasibətlərdəki gərginliyin ortadan qalxması diqqət çəkir. Yəni ümumən götürsək, dünya bir çalxantıdadır. Hələ ki o figur, hər daşlar öz yerində oturana qədər bu davam edəcək. Bu oturma prosesi nə vaxt baş verəcək? Yenə deyirəm, bu daşlar yerinə oturmalıdır. Yəni bu da müəyyən bir dövr çəkəcək. Bilmirəm, mənim qənaətimcə bu 2030-cu ilə qədər çəkəcək. Ola bilər, tez də ola bilər, gec də ola bilər, amma hər halda belə bir düşüncədəyəm. Buyurun. Teşekkür ederim Nəsim bəy, minnətdarım. Sizin o dediğiniz məsələyə bir son olarak bir şey diyeyim, yekunlaşdıraq. O Hindistanla və Pakistan məsələsində. Bizim üçün Azərbaycan ümumiyyətlə o qədər taban-tabana zidd olan ölkələrlə və yaxud da ki, sistemlərlə münasibətlər qurur ki, yəni mən təəccüblənməyəcəm ki, Pakistana qardaş deyib, Hindistanla da qardaşlıq eləyəcəyimizi də heç qətiyyən təəccüblənməyəcəm mən. Reallığı əslində budur. Xatırlayırsınız, mən dəfələrlə demişəm, indi nə daimi dost, nə daimi rəqib anlayışı yoxdur. Çünki çalxantı var. İndi məsələn, Türkiyə-Azərbaycan deyək ki, bu fərqli bir kontekstdə, bunun kökün qarışdırmaq olmaz. Amma ümumən götürəndə, biz bunu elə sizinlə neçə dəfə demişik ki, dünən rəqib olduğun, düşmən olduğundan bugün dost olmaq zərurəti ortaya çıxacaq. Çünki dünyada bu nizam dəyişir, münasibətlər dəyişir. Ona görə bunu normal qarşılamaq lazımdır. Proses belə olur. Bəy, ötən il Ramazanda, bayram namazında Allah şükür Paşazadə Türkiyədə aeroportda qalmışdı. Azərbaycana gələ bilməmişdi. Bayram namazını əhl-i sünnə cemaatine qıldırmışdılar. Bu yıl ama Allah şükür Paşazadə yenidən bayram namazını qıldırdı. Yəni ona görə də məni qətiyyən Azərbaycanla atacaq addımlar qətiyyən məni təəccübləndirməyəcək bu məsələdə. Əlbəttə elədir. Mən düşünürəm ki, maraqlı bir dövr yaşanır. Eyni zamanda ziddiyyətli, mürəkkəb, təhlükəli bir dövr yaşanır. Həm fürsətlər var, həm risklər var. İndi kimlər, hansı dövlətlər, hansı cəmiyyətlər fürsətləri və riskləri özünə yaxınlaşdıracaq, bu idarə edənlərdən asılıdır, Səğavət bəy. Dövlətin başında duranlardan asılıdır. Bəzi hallarda emosional qərarlardan, emosional bəyanatlardan qaçmaq lazımdır. Bəzi hallarda onu vermək lazımdır. İndi baxmaq lazımdır, dozasına uyğun. Doğru, doğru. Nəsim bəy, sizə təşəkkür edirəm, vaxt ayırdınız və suallara ətraflı, geniş şəkildə cavab verdiniz. İzləyicilərə də təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, mən də sizə və bizim izləyicilərə təşəkkür edirəm, Səğavət bəy. Sağ olun, var olun. Əsas da sağlam olmaq lazımdır. Təşəkkürlər. Vacib olanıdır.